Salam dəyərli izləyicilər. Necəsiz? Bu axşam da sizin evlərinizə qonaq gəlmişik. Hər halda qonağımız Sayın Döktür Meysəm Badamçı İzmirdən bizə qatılıblar. 80 nəfər neçə elədilər bu intikabata və onun içində 6 nəfər şeylərdən ki, bunların içində bir tanesi namizədi Cephe İslahat'dır. Cephe İslahat demişdi qəblən ki, bayaniye verdiler. Yani 3 gün var. İşte, bizim burada 3 kişiden, yani Pezeşkiyanlı, Cahangirli, Axundi de onlardan ki, Neamnevisilər müzaz görülmüş. Təbiətən bunların daha radikal şeyler vardı. Bəli onlar bilirlər. Yani, Taczadə buna müzaviz verməz ya. Mesela Musavi ikisini yaşı tutmaz. Zindanda. Bəli. Bəli və bir tür sürpriz var. Hamı fikirdir şəd Larizani şey ola və bunlar məcbur olarlar Larizanidən himayət eləsinlər. Mesela doğru qəbçi ruhanidən doğru sən də kandayla əslilər dərdi. Vəli Larizani rədd oldu. Bir az kandidaya əsli qayd oldu. Pezeşkiyan. Pezeşkiyanın indi bu məsələ Türk məsələsi var. Onların oyu falan ki bu bölümdə onlar danışarıq. Şayet əsən rəyavərtərindir bu işlərin içində. Bunları danışa bilərik. Yəni bəna bir dəlaili müxtəlif. Bir şey də ondan danışmaqda ki, niyə bu 3 dənəni intiqab elədilər və çox cəlibdir ki, onların içərisindədir. Məsələn, Axundi Pezeşkiyanla münasibətləri heç xoş deyil və hətta indiyə qədər də Pezeşkiyandan difa eləməyib. Yəni, çünki etirazlar da vardı Cephe İslahatda da. Bu 48 nəfər o hüquqi və həqiqi vardı ki, Pezeşkiyan əsən usulgəradır, islah tələb deyil. Yəni, bu məvazı da vardı. Yəni, burada rozəni quşayan, rah quşayan, fişarı karguzaran və s. Burada olan şeylər nəmin oldu ki, islahat bu minvala yetişdi ki, Pezeşkiyanı da qoysun orada. Çünki mən bilirəm ki, çox ixtilaflar var idi o məsələdə, amma Pezeşkiyanı qoydular. Yəni, Xatəminin Salahdinlə onu qoydular. Çox əcib də, bunu da işarə eləsən sevinirəm. Buna bir danışarıq. Sən də öz fikri də istəyən daha şey eləyəsən. Yəni, mən bir də bu arada bəhs Nime Pezeşkiyan birazdan sonra olaq. Mən o əvvəl yeri bağlayayım. Tamam. Bu mənada ki, xülasə, mən buna hamısına bağlıram ki, pəs təqribən istəyən bu background-ı tuğlani işi çox verdim və məmulən də deyiləm məsələ Qəzzə o məsələ kolli məntəqədə baxılmı intixabatda. Mənim nəzərim nizam مرگ سورپریز ابراهیم رئیسی که در بافتار وضعیت منطقه و جنگ اسرائیل و ایران anlaşılan mütevəccüh oldu ki, qardeşim, bu ره که تو میروی حالا özümüz Türk'ük da ve bir Türkistan است به قدیمن anlamda ya her şey yani bir ره که تو میروی savaşat bir şeye de yani bu yol şey olmaz. Bunun akıbeti malum değil hemen ola. Ve به قول bir nəfər o gün karşınızdan demişdi ki, əsl həman bəqai nizam ki, qəblən əgər demişdi ki, təsəvvürləri buydu ki, nizam geçdikdən sonra daha çox bağı qalar, həman buhran canişini də o cür oxumuşdular. Burada gölə baba, buhran canişini verirlər şeydən sonra, indi ölürük, yəni indi sən nizam gedir, şəxsiyyətlər birər ölünür, Zahidi öldü, rəisi öldü, mənimlə savaş kimi öləcəm. Yəni, biz gələk, silahlarımız da ki, yetmir İsrail Amerikaya. Ya da Trump da gələ bilər. Trump da, aferin, elə o da mən fikrim sənin nəzəri istənib də işdən. Mən öncədə mən fikrim islah tələbləri də nə mənə stratejilər var Trump'dan. Çünki orada xamnını yumuşaq göstərməsi, çünki ruhani də islah tələb də bir məna, yəni etidali idi. Onun zamanında da buna bir başaramadılar, yəni Trump'la dil etməyi. Bu dəfə da aynı şivə ilə Trump'la gəlsələr, gənə də kim gəlsə, gənə də vəz xərabdır. Yəni gənə o müzakirələrin əlinə açıq qoysunlar Trump'ın şivəsi mütəfavit var demokratlar. Trump'ın şivəsi ilə gelib onca geçən dəfə kimin eləməsin Trump'la öyle oyun oynadılar, getdi Trump da vurdu Süleymani. Hələ onlar bir ayrı bəhsdə önümüzdəki aylarda görə bilər. Bəli, təbiətən Trump'la dirilmək gənə bu da dogmatistdir. Benami Bağır Kənivi var. Bir məsələn adam qoysalar, məsələn Pezeşkiyan zərif və buna əlinə axsız qoysalar. Nə dəxil qəb kimi desə, sən get bu məsələni həll elə. Trump da olsa, kim də olsa da biz də qutar gəlirik. Elə Trump'la belə Putin də indi bizim yoldaşımız da ələnlə mənədir. Putin belə Trump'ın arası yaxşıydı. Sən niyə məsələn, siz niyə belə şey eləmişsiniz? Nə olacaq? İndi Erdoğan'la sən Trump'la məsələn rabit yaxşıdır. Biz nə məsələn, nə bəlkə? Şayet bunları düşürüb, nə mi? Bunları yoxda vaxta görə. Vəli, bunlar bu cəhətdən mənim nəzərim, hələ Pezeşkiyan özünü danışaq da, vəli bu cəhətdən bunlar şeylədir ki, bir dənə biz reformistləri genə back to back, yəni o qabli siyasətlərimiz ki, hər zaman bir dənə icazə verdik, der çarçubu nizam məndiyyət, yəni şeylər bir dənə reformist olsun kandidaların içində və ciddi reformist olsun. Burada təbiətən burada nizam da risk gelir.
Nizam da risk eləyib. Hala bunu da indi ikinci bölümdən fəsilətə danışa bilər. Çünki mümkündür ki, Pezeşkiyan un əsb Trova. Ha, ya trova hala demiyorum. Serkeş bir şey çıkar. Yani serkeş bir əsb çıkar ki bunlar əvvəldə fikirdə aramdır, şeydir. Çünki sen dün mesela müzahibədə çox məqam malzəmə rəhbərizat eləyibdir. O hər kəs məsələn intiqad edir, o müxalifən radikal edir. Bəli birdən nədir? Məsələn Bezəngahda, birdən məsələn Xameneyin o məsələ canişində, birdən bir ayrı bir Pezeşkiyan gördük. İndi bunlar təbiətən nizam da buradan istəyəndə İranın sistemi də beğenme tamam bir ağırlıkları, böyle kolle sistemde bir ağırlıkları da var. Bak bir ağırlığı var. Bu ağırlığın bir parçası da bazen risk elemek zorundasın. Görsen de risk elemende de her şeyi əlbə gətirəməzsən. Sen indi mesela bir de muamelede de bu cürü daha. Sen ev alacaksan, sen %100 her şey belli olsun, ben bu ev alacağım, su deleyeceğim. Öyle bir şey olmaz. Muamele şəraitə baxasın, şey desin, sonra görsən. Yani bu da indi buna bir liste ediblərdi. Bəli, mənim nəzərimə bunu da gördülər ki, Bərandazi İranda qəvidir. Bərandazi etirazçı məhsadan. İndi bu məsələ Filistin'dən cüda ki, əlbəttə, İranın baxısı gəlir, bunlar bir rəbt edir. Mesela Reza Pəhləvi getdi, görüşdü İsrail'lə. İndi bunlar gəlsən toz ver. Yəni, və hətta indi də şahid görüşür. Və bir dənə geçen hafta da görüşdü da bu vəziri mühacirət və Yahudi müqabil və Yahudi sitesi. Ha, xoş. Məsələn o ki, o top tondrularından biridir. Bir dənə hətta en tondrularıyla belə görüşür şu hala. Və onun yanında teze az Taczadə Şahzadə Nəsiri oldu. Nəsiri İster istemez ki ben özüm hatta məqalə yazdım. Biz o zaman kamilən namidiydik. Bir sual da burada sonra. Nəsiri də təfkikidir da bu şey kimi, Cəlili kimi. Bir zaman onlardan idi. Təfkiklərdən idi. Hə, zaten ilahiyyatda siyasəti burada fikrim ayıraq. İlahiyyatda təfkikidir. Bəli ilahiyyat təfkikdən lüzumən şey çıxmaz. Yəni bunun kirayı. Nəsiri İttifaqın bir zamana qədər çox ilahiyyatın teorilərindəndir. Geçmişdi. Bu vəsət beyni doğru keyhan taşı. Bəli sonra birdən özü də deyil. Bir daha müsahibələrdə şey deyil. 3-4 son 5 ildə mən gəldim siyasətdə genel varid oldum. Bir şey verəcəkdi. Vəli, baxın, o idə calib ideydi. Və ta qablə Sfot rəisi, mən sizə deyim, yəni Mərgi rəisi, mən özüm də onun, bu idə özü də taza mətə, 2 ay qabaq mətə oldu. Mən özüm onun tərəfdarıydım, təribanla bir şəkli əlbəttə, nə kamilən şahid şəkli, nə bir şəkli, nə qəbul, əgər mən əlbəttə məqalələr yazmışam, nə bir mənə qəbulu səltənət, mən heç zaman o dair. Mən demişəm, əgər bunun üstünə qoya bilsək, boynuna, hala o məsələ ki, İsrail'də yaxında uzaqda, onlar da mən deyəm, hələ göz ardı eləyək falan şey. Məsələ budur ki, bu Cumhurxaya yaxlaşsın ki, Pəhləvi. Yəni, mən bu şərtlə, əgər gəlirsə desən ki, mən daha şahdərmi, şah intiqabı olacaq. Əgər bu bir şeydən söz edəyəbilsək. Yəni, əgər də şahlıq daha intiqablı olacaq. Məsələn, əgər intiqabatda bunu şah intiqabı, öyle bir modeller az da olsa vardı. Bəli, bu şahı morusu yox, o anlamda yox. Əlbəttə, o təbiyyətin bunu səltənətlərlə qəbul eləmir. Elə bu da mən yazdım, elə o yanına bu yandan şeydir. Bunlarca tartışıydı, uzun bir tartışma vardı burada, bu Şahzadə Taczadə. Yəni bunlara danışılmadan da bunlar həll olmazdı. Mən üçün özüm şəxsən deyim, İranda hiçbir şey yol yox. İndi binəndələr də görürlər. Bu Cumhur İslami'də belə köpək yollar şey olub, rəisidən zıtdan bu tipdən elə en tondrular, Cəlilidir, bu tiplərdir elə. Məntəqələr ki, mənim deyəm, öz təhlimi dedim, Qəzidə də savaşırlar. Yəni, o xaricilərdir ki, savaşırlar. Daxilə də bu en pis insanları qovurlar, İmam Sadıqlar qovurlar, məmləkənin üstündə və istəyirlər devamlı edilsinlər, bədə Xamneyi də elə oğlunda da dəyinən bu sistem, bunlardan bir şey çıxmaz. Yəni, bunu elə nəmən olacaq, siyahi balatər rəngini istəyir. Belə, pəs elə bu Şahzadə Taczadə, yəni bu pozisyon nə qədər də bir sürü müşkil olub, tələbdən, baba, sən onların üçün çox faşist tiplər də var və əməllərin. Bəli, xop, onlar məsələn mülayimini tapsan, danışasan, şeyləyəsən, bəlkə bir kompromayız. Mənim nəzərimə sistemdə, təbiətən buna fəza umumidə olur, sistem də bunu eşidir və deyəm, bu sistemdə ağılsız da deyil, Cumhur İslamın bəzən manovraları var. Həm zaman bu şey öldü. Rəisi öldü bu helikopterin şeyində. O tərəfdən də bunlar eşidir. Olan opozisyon, yəni sən belə şeylər deyirlər ki, opozisiyonu Bələndazdan bu islah tələblərin şeyləri bədənəsi ki, indi deyək 30-40% oyları var, həlləmələ özlərinə aid. Hala opozisyonda bilməm nəsə, denə 20. Məsələn, deyəm, bu fərzi bir təqsim məndidir da. Məsələn, denə 30-40 usul gira, 30-40 islah tələb, 30-40 Bələndaz. Bu budu deyiləm da, bundan məzmunum sən yüzür. Bir şey var, məsələn, elə bir tezə Şahzadə və Taczadə bu idi ki, bu islah tələb bədənəsi ilə, becayin ki, qəblən çünki bu dişlanmışlar da, yəni Roy rəisi də, yəni usulcularla zətlər, bunlar da atıb elə Bələndaz olmağını istəyirlər bir.
Buna geçsinlər bələndazlarla birləşsinlər, bələnki usulgərayı kəsb etsinlər. Tez bu idi. Mənim nəzərim, rəisi də öldü. Əgər indi bunlar bir binə yanı. Mən buna yanına pazar 2000 binə yanı qoyuram. Ya buna görə olan, yəni biz bu şeydir, indi biz də bu islah tələbləri də göndər bələndazdan. Gəlin bələndazdan yeni qədim formullar var. Bizlərlə, özümüzlə elə biz bir qəbləndən də cipədə də vahim olmuşuq. Nə mənə deyirəm? Məsələn, buna bitir. Ya şey, məsələn, Pezeşiyan bizdən gəlib işləsin də. Ya məsələn, bu Pezeşiyan o zaman mətlərdədir. Vəli məsələn, Musavi niyə tacizade getsin onlarla? Hətta tacizade özü kimi bunu da təyid eləmədi bu tezi kamilən. Vəli kollən mənim nəzərim bunu da qorxdular və bundan hamısını dəlil verib, tozih verir ki, bunlar deyirlər ağa, Pezeşiyan gəlsin, yəni bir islah tələbi ciddi gəlsin, bir islahatı hala Pezeşiyan özünü danışa bilər və sən özünü şahilədin başlığında. Vəli mənim nəzərim, sistem özü, mən baxın, rəsanəhay usulgərələri ki, baxıram, برخلاف دوره سال شاید 1000 سال 1400 تقریبا bunlar qəbul edib ki ehtimali ciddidir ki islah tələbləri mənim nəzərimə qəbul ediblər ki ehtimali ciddi var ki Pezeşiyan qazanacaq və burada indi sən öz fikir gəl soruşam buradan Pezeşiyan var yəni bunlar hətta öyle bir Calibdir, məsələn, qəblən bu şeylə özləri istəməsi, məsələn, Sipah bəyaniyəzət verərdi, sevmədiyi şey olsa, bir təhdid eləmək kandidalarına, əgər ki, məsələn, kandidayı şeyə, bir şey ki, təqribən kandidasını bəlli etsin, o qeyri-usulcu, qeyri-inqilabi biayət eləmir, heç baxın, Sipahda heç bir şey yox. Sipahda da fəqət əmniyyət intixabat, nəm şirkəti başşukur, nəm mənə, və sətdə də normal analistləri, dər çalışıb, rəqabətə cinayi bir şeylər yazdılar. Bəli, o dişləmək ki, o burungozarı, exclusion için nisbət bir islah tələblər var idi ta bu 2 ay qabaq, 1 ay qabaq, qəbl əsətdə mərcəisi, bu birdən dəyişilibdir. Və burada bunu düşün, məsələn, bu deyə bilərik ki, məsələn, nizamın öz istəyi də Pezeşiyandır. Yəni, sən bu məsələ... Buradan var idi, bəhs indi Pezeşiyan özü olaq. Hədə, sonuç. Baxın, mən bu cür tərif edirəm. Nizam, əfradi ki, istamir rədd səlahiyyət eləyibdir. Bəsən qəblən də sistemi Cumhur İslamı bu cürüdür. Tarifi yoxdur. Əfradi ki, istəmir, əvvələsən qoymun nəvi, hətta bu doğru deməksən ucuzdur. Qəblən səbtinama şahid icazə verirdilər. Vəli bu doğru əslən, bir tane filtre əvvəli əsən səbtinamdır. Məsələn, Cəlal Məhmudzadəyə zəhvurdular deyildi ki, əslən gəlməsən. Ha, yəni o 80 nəfərin xaricdə, məsələn, gəlir də Riza Pəhləvi, məsələn deyirəm, istəsəydi səbtinam şey, o yoxdur ki, alımsən. Taczadə istəsəydi hətta bu formumuzda. Nəsir istəsə səbtinam eləsə onu açırdı. Həmin sən dedin, açın gəlməsən, biz həsb filtre olubdur. Məli dovum, bir dənə o 82-in içində bir dənə filtrin dovum qoydular. 6 kişi. Mənim nəzərimə, bəxatır bu iş toziyim əşə olsaydı, Cumhur İslamı o şiveyi ortodoksa qəbləsinə döndü ki, kamilən 100% təyin eləməsin kandidanı, bir daxili cinahi nizam icazı rəqabət versin. Qəblən 100% idi. Doğru qəb bəşləyin. Rəisə 100% oldu. Yəni, öyle əvvəlin var təqribən. Rəis Cumhur qəbl intixabat, əvvəlin var bəriz doğum xurad məxsul. Bu dəfə yox. Mənim nəzərimin nizama düzdür ki, ehtimalı çox veriblər. Bunların hamısını hesab eləyiblər. Vəli mənim nəzərimin şeyləri yox. Hətmən Pezeşiyan gəlsin. Məsələn, qalibaq gəlməzsə ya pis olar bizə. Hayır. Bunlar istəyirlər mənim nəzərimə. Müşarikət yaxşı olsun. Yəni, bunu bilirlər. Ya, bir dənə təbən kandidatların içində en ciddisi Pezeşiyandır bunların içində ki, məsələn, etniklərdən, əqvamların bunlardan oy ola bilər, təbrizlərdən, kürdlərdən hətta deyilir. Xoşbəyandı islah tələblərinin çoxundan. Bir seri adamlar küsüblər. İntixabatın müşarikətini yuxarıya aparır. Pezeşiyanın gəlməsi və qollən bunu qəbul ediblər. Mən dediyim kimi, gözlərini də, yəni buna da hazırdır ki, əgər qazansa, Pezeşiyan qazansın və təhvil versin. Əlbəttə, bu ondan sonra Cənab Üzdürəcə təbii ki, ehtimalən misli doğru ruhani, misli doğru xatəmi istəyəcəklər, onun əlini bağlasınlar, yəni qoymazlar hər işi istəyib görə. Hələ orada gələ, bu özü bir daha bəhsdir ki, o Pezeşiyan planladı, islah tələblərin planladı, karşı tərəfin vəli və bəzilərlər bunu etiraz edirlər, ağacam, bu indi bunu da vaxtımız azdır ki, hər şey gətir. Xob, dila, intixabat şirkət eləməyək. Çünki bunun əlin qolunu bağlayacaqlar. Ben deyirəm ki, bu sual objection yaxçı objectiondir.
Vəli hətta 2 cavab var Vəli. Əvvələn ki, hətta əlini qolunu bağlasalar da rəis cumhurun kim olması mühümdür. Hətta o dairi məhdudda, baxın, indi vəziri işədə baxın. Bəzidə xaricdə məsələ oturanlar ki, İran içində nə olub, bir tane iş bilmirlər. Kim vəzirdir, kim vəkildir. Rəisin adamları bir dəfə oxumayıb, gəlib orada bir dənə... İsmaili də vəzir işədə. İsmaili, pis adam. Təbii ki, onun yerində məsələn Salih olsa fərq eləməz. Gedin İranın içində, Təbrizin içində bir nəfər ki, sinema gəldi, ondan sonra havadan söz yerinə. Təbii ki, fərq elər. Adam, mənim indi kitabım, şansdan bu kitabını yazmışam, tərcüməsi bu İsmailin dövrəsindən gəldi. Sən 2 il, 3 il orada durubdur və tabi bu arada heç icazə verməzlər. Bunlar geçsələr, islah tələb şahid gəlsə, şahid o kitab fəlsəfi siyasi kitabıdır. O tezi doktoram onun devamıdır, mənim monitən şahid akademik iş. Şahid çap olan. Bir sürü insanın ki, baxın, indi xarici çox fişər var üstündə. İkisi öldü, əlbəttə onlar şahid doğru xatəmdə də məsələn məşğul şeylərimiz var. Vəli o zaman qətli zənciri oldu, sonra şinasayı oldu. Burada ya deyəs bu ki, Pur Əhmədlə bu mevzunun ölməsi. Bunlar çox da bir qətli mən... Yəni bir sistemdə yox bunu pek. Orada məsələn şahid Pezeşkiyan oldu. Niyə olmasın? Pezeşkiyanın isə Zəhra Kazimidə bunu mənsub edir. Ağa bir heyət qoyaq görək. Bunları kim öldürdü? Quru Xodsərdi ittilatda da olsa. Yəni bunlar ola bilər. Bunlar nə deyəm 100% olar. Bəli ola bilər və bunlar özü bir dəstəvərdir. Vizarət xaricidə, baxın, bunların bəzisi pozisyonda əsən deyir, qoldan bəndaz olsun. Məsələn, zərifə deyirlər, nə mənə deyirlər, Padişahı Əzəm, nə mənə Əzəm, xob? Malikə Əzəm. Əsrəti ki, zəriflə qardaş fərqi var da adam üçün. Zərif, indi gənə bunu da çünki deyəm, vaxt az dirət verin. Baxın, deyirlər, zərif niyə deyim məqam Əzəm rəhbəri? Qardaş, biz indi müntəqidi xamneyiz da. Mənim də məsələn, vilayət fəqə ki, həsb olayım. Əslən, mən tərəfdarı sekular demokrasiyəm. Hətta federalizm olsun, federalizm etniki. Yəni, federalizm şəhət bəsə təvafuq olsun, ruhayı, qolliyyət İranda qəbul etsin. Bəli, və adamlar da qorxmasında da İran təciz olsun. Yəni, onlar da bir dənə şey olsun. Və dəmədə federalizmdə yazacağım da. Vəli, baxın, nə mənə deyərlər, mən özüm tərəfdarı həs vilayət fəqəz qanun əsasıyəm. Həman ki, Cumbiş məhsədə də şudur. Mən məqalələrimi gedib baxsınlar. Mirisi Musavi də əmələn tərəfdən buyur. Təcizarət edir. Vilayət fəqəz dəyişiklik qanunu məxsusən əsas istibdaddır. Mən gəlin şahid, məsələn, bir zaman Xamneyi qəbul eləyər, çəkilə zirayəti məşrutu olar. Məsələn, yəni, Mesli Şahi məşrutu. Çünki şahlığın bir şəklidir də, qəbul eləyək də. Məşrutu ola, yəni işinə, kimin onun bunun əlində işinə bulaşmıyor, indiki kimin hər şeyə qarışır. Dəhəsət, vəli ləyin hal əməlcirayam. Mən deyirəm ki, həman təhəvvülatı küçük də, balaca da, həman ki vəzir işət kim olsun, həman ki bir dənə adam Təbrizdə bir nəfər istəyir, mücavviz ala, bir dənə çərxana açsa, bir dənə fabrika açsa, bir şey eləyə, onun bir var vəzir iqtisad kimi olan, məsələn, bir ağıllı başlı olan, bir dənə biri olacaq, məlum dəl başı bilə, belə. Sipahi qov vəzir iqtisad heç anlamır. Həmən indi, məsələn, Pezeşkiyan bu cür dəmədə burs şey qoymuş. Buna nə qədər yalan, bursda şeylərdə, vəli bursda nə qədər rantxarı özdə eləmişlər və vədayı duruğun veriblər. Mənim məsələn, bunlar özü qoşayişdir. Hala ta o işi biz bir zaman bir vəziyyətə yetişək, ta İranda nizam daha demokratik gəlirlər. Və baxın, gene burada rəft verin məsələ teorihay qozar bir demokrasiyə. Baxın, teorihay qozar bir demokrasiyi bizim bu opozisyon oxumayıb, besavaddır. Düz əməlli də çoxlar əslən əhl oxumaq dərdir, mütəəssiflərini bitirir məxsusən. O lompənləri, səltənət dövlətlərinin içində. Baxın, qozar bir demokrasiyanın təbəni, bax, Gorbaçova baxın. Gorbaçov bələndazı oldu, əmələn beslər bu şey, yəni furpaşı oldu. Gorbaçov tez bir kommunistəndir, qardaş. Gorbaçov gəldi də, məsələn, ajanı Amerika dərdi, ya məsələn, diasporaya şuravi dərdi, oraya hava peyma narizə pəhləvi kimi göndərəsə orada birdən. Öyle bir şeylər yox. O yüzden rəhbər ezmi komünist idi, birdən islahat saxtar elədi, böyle öyle bir şey oldu, parçalandı. Hala işim yox, ondan sonra gene bundan Putin zat gəldi iş üstüne, yani Ruslar onun fürsətini istifadə eləmədi demokrasiyə.